Bugün Azərbaycanda Novruz bayramının 4 çərşənbəsindən sonuncusu İlaxır çərşənbə, Torpaq çərşənbəsidir. Novruzdan əvvəl onun bərəkətlilik simvolu olan 4 çərşənbə qeyd edilir. Su, od, yel və İlaxır çərşənbə, Torpaq çərşənbəsi. Torpaq çərşənbəsi torpağın oyanmasının mifik kökləri etibarilə dirilmə, canlanma anlayışı ilə əlaqədardır. Axır çərşənbə günü bayram süfrəsi açılır, tonqal qalanır, plov dəmlənir, səməni xonça bəzədilir. İlaxır çərşənbənin qapı busmaq, şam yandırmaq, bayramlaşmaq, fala baxmaq və bir çox adət-ənənələri var. Axır çərşənbə günü şamı yarımçıq söndürməzlər. Ailə üzvlərinin sayına görə şam yandırar, evdən od, kibrit, neft, ağartı, un, çörək verməzlər. Qeyd edək ki, bu il yaz fəsli Azərbaycana 20 mart 18:45-də daxil olacaq. Nazirlər Kabinetinin qərarına əsasən martın 20, 21, 22, 23, 24-ü Novruz bayramıdır.